Deməli, bilmirəm, yəni bununla bağlı nə cavab verim. Amma belə görünür ki, amma var görmüşlər ki, bizə qarşı penaltı oldu. Baxmayaraq ki, biz zədələndik və oldu, amma tərsinə başı oldu. Bizə qarşı penaltı verildi. Onlar biz görməsək də, onlar hansısa baxımda görünür. İkinci sualım, Abubakarın ikinci hissədə, Abubakar Vensan, onun ikinci hissədə çıxması meydana, yəni oyuna qoşulması biraz elə bir ki, gec olmadı mı, necə deyərlər? O birinci hissədə bəlkə əsas heyətdə olsaydı, vəziyyət biraz fərqli ola bilərdi mi sizcə? Я думаю, нічого не змінилося, але те, що Абубакар вийшов і забив 2 м'ячі, я дуже радий за нього. Перший тайм також був непоганий. Те, що потрібно було, те робив і сам, але десь не вистачало цих моментів. Тому я вітаю Абубакара з 2 м'ячами і бажаю йому надалі ще більше забивати. І також сам. Mən deyim ki, belə bir şey dəyişiklik olmayacaqdı. Onsuz da ikinci taymda çıxdı, 2 dənə qol oldu və yəni öz işini gördü. Bunu qədər duruşu Samur gördü. Mən Abubakarı tədqiq edirəm və komanda Samur'da və ikisi də gözləməyim istəyirəm. Але я вам ще хочу сказати, що суддівство не тільки у нас у Запорожжі, воно всюди. І це сама страшна біль для кожної країни. Азербайджан, Україна. Мені здається, що це було, є і буде. Дуже мені обідно за команду Нівчі. Команда «Земля». Ми почали трошечки рухатись вперед, але нас беруть і хочуть любити вниз, вниз, не дають цього робити. Ну ми будемо рухатись, ми сильні духом. Ідучий завжди переможе. Ми зупинятися не будемо. Belə deyim, bu hakimlik tək bütün əqidlər belədir. Yəni tək Azərbaycanda deyil, tək sizdə deyil, Ukraynada belədir, Azərbaycanda belədir, ya başqa ölkələrdə də. Əlbəttə bir komanda və klublar üçün bu ən necə deyirlər, məyus edici bir haldır. Necə deyim, əlbəttə buna görə də məyus özümü də hiss edirəm. Amma buna baxmayaraq biz başlamışdıq belə ciddi irəli getməyə. Sanki elə bizim irəli getməyimizi istəmirlər də, biz irəli getdikcə bizi aşağıdan yuxarıdan aşağıya doğru basırlar. Amma biz dayanmayacağıq, biz davam edəcəyik. Bu əsas məsələ budur. Çünki bizdə iradə var. Və iradəsi olan komandada hər zaman irəli gedəcək. Тільки сильні зможуть здолати цей шлях. Ancaq güclülər bu yolda davam edirlər, irəliləmək lazımdır. Я прошу у кожного з вас вибачення, але не хочу відповідати більше. Вибачте мене, будь ласка, я в інший раз на це питання ваше відповім. Дякую дуже. Sizdən üzr istəyirəm ki, mən daha cavab verməyəcəm. Buna görə üzr istəyirəm. Başqa vaxt daha bütün suallarınıza ətraflı cavab verəcəm. Təşəkkür edirəm. Дякую. Вибачте, будь ласка. Sağ olun.